Deyir, Allah bir bəndəni sevsə, ona 8 xüsusiyyət ilham eləyər. Amma mən dedim ki, o 8 xüsusiyyətlərdən danışmayacağım. Bir müddət hədisin birinci cümləsinin üzərində dayanacağım. İza əhəbbəllah abdən. Mən sizdən xahiş edirəm, bütün sevdiklərinizi and verirəm, telefonunuzun səsini alın. Ən əziz adam kimdirsə onu and verirəm. Cümə günü, cümə namazında telefonların səsini alın, xahiş edirəm. Çox xahiş edirəm ki, səs-küy yaradır və diqqəti yayındırır və düzgün də deyil, olmaz. Yəni, cümə namazının nizamına ziddir. Gələndə səsini alın, sonra zəng çalar, indi vacib zəng olar, çıxıb çöldə danışarsam, olmaz, yəni, cümə namazının nizamını pozur, xahiş edirəm. Sizdən gələn dəfələrdə ciddi riayət edin. İza əhəbbəllah abdən. Allah bir bəndəsini sevərsə, Allahın sevgisi haqqında biraz danışmaq istəyirəm. Allah bir bəndəsini sevərsə, xoş o bəndənin halına. Bütün rəhmət qapılarını onun üzünə açır. Və onun dininə, imanına zərbə vuracaq şeylərdən onu qoruyur. Allah bir bəndəni bəyənsə, özü girişir onun həyatına və başlayır özü onu qorumağa. Özü onun həyatını idarə eləməyə başlayır. İmanını özü qoruyur. Bəli, müminin bədəni, canı, cismi, malı, sərvəti zərbə ala bilər. İman buna zəmanət vermir ki, sən iman gətirdinsə, həyatda çətinliyin olmayacaq. Belə bir şey yoxdur. Zərbə dəyər malına, canına zərbə dəyər. Çünki dünya elə bir yerdir ki, İnsan burada şirin və acı hadisələr görməlidir. İmanlı oldu ya imansız, fərqi yoxdur. Bu barədə heç kəs sığortalanmayıb. Quran buyurur, وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَّكْسٍ مِنَ الْأَنْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ. Biz sizi imtihan edəcəyik. Biraz qorxu ilə, biraz aclıqla, biraz malınızın azlığı ilə, biraz canınıza olan xətərlərlə, xəstəliklərlə, biraz məhsullarınızın kasadlığı ilə imtihana çəkəcək. Bütün bunları deyəndən sonra axırda deyir ki, və bəşşiri sabirin, səbr eləyənlərə müjdə ver. Yəni, hadisələr yox, reaksiya önəmlidir. Hadisəyə hansı reaksiyanı verirsən, bu önəmlidir. Hadisəni necə qarşılayırsan, bu önəmlidir. Hadisənin qabağında səndə səbr yaranır abi, o səbri baha qiymət alırlar. Səbr acizlik deyil, ha. Səbri acizlik ilə, səbr qüdrətdir. Səbr hadisələrin qabağında acizanə zəlil olmaq deyil. Səbr müqavimət göstərib nəticəyə görə qane olmaqdır. Nəticəyə görə. Səbirli adamlar sarsılmazdır, əksinə səbirsizlər acizdir. Səbr belə bir xüsusiyyətdir. İnsan səbrlə pillə-pillə ucalır Allaha tərəf. Cənnətə gedənləri qarşılayanda nə deyirlər? Salamun aleykum bima səbərtum. Salam olsun sizə səbr etdiyinizə görə fəni'mə uqbəddar. Axirət evi nə gözəl yerdir. Yəni sizi bu gözəl evə gətirən sizin səbriniz oldu. Səbrlə bura gəldiniz, çıxdınız. Allahın sevgisiz tələb edir ki, bizi bəzən imtihana çəksin ki, biz böyüyək. Çünki böyük Allahla görüşməliyik biz. Biz gəlmişik böyük Allahla görüşə hazırlaşaq. Böyüməyin yolu səbirdir, səbir. Bir daha deyirəm, səbir o deyil ki, başlarına gəldi, deyirəm ki, heç mən təsliməm. Təslim olma hadisələrə, vəziyyəti düzəltməyə çalış, amma bəzən qaçılmaz nəticələr var, deyirəm ki, oldu, dünya dağılmayıb. Elə bu çətinliklər mən Allaha tərəf aparmalıdır. Əllədinə iza əsabəthum musibətun. O kəslər ki, onlara müsibət üz verir, qalu inna lillah və inna ileyhi raciun. Deyərlər, biz Allahdanıq, biz müsafirik, səfərdəyik biz. Səfərimiz hardan başlayıb? Allahdan. Və hara doğrudur təzdən Allaha tərəf? Bu səfər dairəvi hərəkətdir. Allahdan başlayıb Allaha tərəf gedən hərəkətdir. Biz yoldayıq, mehriban Allaha tərəf gedirik. Yolun sonu rəhmətdir. Başlanğıcı rəhmətdir, hər şey rəhmətdir.
Buyurur ki, ulaike aleyhim salavatun min rabbihim ve rahme. Səbr eləyənlər üçün Allahdan salavat və rəhmət var. Yəni Allah salavat göndərər onlara.